Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün soxulcan haqqında məlumat verim sizə. Yəni görürsüz, necə gözəl, iri soxulcanlardır. Çalışın həyətə peyin verin. Əsasən peyinli, otlu yerlərə. Peyin tökün, otlu yer olsun, bir də tez-tez suvarın. Yəni 2 lapatkaya, 3 lapatkaya. Başda vedrənin yarısına çatdırmaq olur. Göstərəcəm. Yəni fikir verin. Torpaq doludur qurtla. Hər bir tərəfi qurtdur.